Mən bir dənə hədis yazmışam. Eşitməli hədisdir bu. Çox gözəl hədisdir. Buyurur ki, müminin canını alırlar mələklər. Fəyatirur ruh min eydil mələikə. Buyurur ki, mələklərin əlindən ruh çıxır. Mümini aparırlar Allaha tərəf. O qədər səbirsizlənir ruh Allaha qovuşmaq şövqü ilə. Deyir, mələklərin əlindən çıxır. Fəyəsra'u ilallah min fi əsra'a min tərfəti aynin. Deyir, çıxır və tələsə-tələsə gedir ruh, qalxır. Göz qırpımında gəlir Allahın yanına. Sözə baxın siz Allah. Fəla yəbqa hicabun və la sitrun beynəha və beynəllah Teala. Deyir, elə yerə gəlir çatır ki, insanın ucalığına baxın. Allahla onun arasında bir dənə örtü və hicab qalmır. Bu sözə baxın sən Allah. Bu sözlər çox qiymətlidir. Bu gecən deyiləsi sözlərdir. Buyurur ki, Vallah Teala ileyhəl muştaq. Bir haldadır ki, Allah müştaqdır bu ruha. Müştaq bir söz nə deməkdir? Allah həsrətini çəkir bunun gəlişinin. Xahiş edirəm, hamınız özünüzə müraciət edin ki, mən buyam ha, buyam, bu ola bilərəm. Allah danışır ruhla, deyir, dünyanı necə tərk elədin? Danışır, deyir, valla mən bu dünyada oldum, amma elə dünya mənim üçün maraq kəsb eləmədi. Heç nəylə mən özünə çəkə bilmədi. Allah buyurur ki, sədəqtə, düz deyirsən. Kuntə bi cəsədikə fid dünya və bi ruhikə mə'i. Sənin cismin dünyadaydı, ruhun mənim yanımdaydı. Axırı nədir? İnsanın axır nöqtəsi nədir? La əhcubu beyni və beynəkə fi vəqtin minəl əvqat hətta yədxul aleyyə əyyə vəqtin şi'tə. Buyurur ki, indi bilsən necə sənlə rəftar eləyəcəm. Sənlə öz aramda heç bir örtü və hicab saxlamayacam. İstədiyin vaxt mənim huzurumdasan. İcazəsiz. Təsəvvür, yerin göyün yaradan Allah. Deyir ki, sən haçan istəsən mənim qəbulumdasan, yanımdasan. Qapı açıq düzüvə. Ondan sonra buyurur ki, və kəzəlikə əf'alu bi əhibbai. Mən öz sevdiklərimlə belə davranıram. Mən birini sevəndə oyla belə davranıram. Mənim sevgim belədir. Bax, insan bu zirvə üçün dünyaya gəlib. Onu danışandan sonra baxasan özünə deyəsən, mən nə ilə məşğulam? Mənim fikrim nədədir? Mən nəyə özümü həbs eləmişəm? Nə ilə məhdudlaşdırmışam?